Qonağı bura çağırırsınızsa aşağılamayın. Nəsə axtarırsınız ki, aşağılayasınız. Heç vaxt. Çağırdığınız qonağa hörmət eləyin. Ha qapınıza gəldi, ha studiyaya gəldi. Çox xahiş edirəm. Siz evinizə gələn qonağa belə eləyirsiniz. Səsinizin tonunu biraz aşağı salaq. Mənim səsimin tonu yox. Efirdəyik və izləyicilərimiz baxır. Səs tonunuza zəhmət olmasa fikir verin. Yəni burada artıq hadisələr olmasın. Biz qonaqlarımıza qarşı çox nəzakətli. Bu günə kimi gələn heç bir qonağımız da bizim haqqımızda heç vaxt şikayətçi getməyibdir. Çox gözəl. Belə edir səni, qiymətini göstərirsən cəmaata. Cəmaata göstərmirdim, özüm baxırdım. Bunu mən çox daha qiymətini göstərdim. Burada nə var ki, indi də duraram da. Bu qiymətini də göstərərəm. Bu balaca bir etiket deyildi, bu böyük bir etiket idi. Mən də bunu göstərəm. Burada, əgər bu şey var idisə, hörmətsizlik niyedir? Kəmalə xanım, Kəmalə xanım, Kəmalə xanım. Bir köməkçimiz yox idi burada. Bir bunu deyək ki, ay bacı, bunu çıxart burada. Mən köməkçiyə gəlmişəm, tək gəlmişəm. O aidiyyatı yoxdur, özüm bilərəm. Necə aidiyyatı yoxdur? Bəs mənim efirimdir. Mən istəmirəm biabır olasınız. İstəmirəm belə bir hadisə baş versin. Bəs onda niyə biabır Normal bir şeydir Kəmalə xanım. Valla bunu abartmaqla elə siz özünüzü biabır elədiniz. Valla burada biabır olan özünüzü doğrudan da bugün biabır elədiniz. Şarkısız aşağıdırsınız qonaqları. Ay emblem Ay bacı bunu sən taxıb gəlmişsən, mən taxıb gəlməmişəm. Onu bildirmək lazımdır. Bu səndə olmasaydı mən aşağılamaq nədir? Mən elə şeylər edirəm. Yenə ki, 5 bir qonağımdan o barədə heç nə danışmamışam. Nə aşağılamaq olubdur, nə də bir şey. Valla deyir o cəmaata göstərirsən. Burada nə var ki? Əsrəm, bayaqdan əsəbdən. Mən ilə belə deyim, nətər məclis oxuyacaq. Əsəbiniz yoxdur, mənim də əsəbim var. Gözəl əsəbim var, əsəbləşə də bilirəm. Əsəbləşə də bilirəm. Ay qurbanım, sən duraq çıxaq gedək bir qonağındır. Yox, Bəs neyniyək? əlbəttə, yox. Kəmalə. Mən kalendarla toya gedən adamam, hamı da bilir. Kimdən istəsə soruşa bilərsin. 30 günə nə qədər toyun olar? Mən çünki günə 5-6 yerə gedirəm, çox. Nə danışırsın? Allah hamd olsun. Yəni ay ərzində 150 məclisə gedirsən.